Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 14 iyul 2026-cı il Masallı rayonu Təklə kəndindəyik. Arçit firmasına məxsus Araz F1 badımcan əkilib bu sahədə. Araz çeşidini digər çeşidlərdən fərqləndirən xüsusiyyətlərdən biri bu çeşidə qırmızı örümçək zərər vericisi gəlmir, yaxınlaşmır. Eyni sahədə digər firmanın badımcanı var. Onu mən sizə göstərim. Baxın, bu Arazdır. Yarpaqların enli olması, yaşıl qalması. Bu isə digər çeşid. Ad çəkmirəm. Baxın, sarı qırmızı örümçək var burada. Bu çeşidə zərər verir. Yarpaq kütləsi ensizdir. Baxın. Amma bunun bu tərəfi Arazdır. Görürsünüz. Arazın istəyə damı da var, keyfiyyətli, çox keyfiyyətli məhsuldur. Bu da bizim Arazın verdiyi məhsullardır. Maşallah. Elə bil ki, birə-birdir hamısı. Rəngi, parlaqlığı da çox gözəldir. İstiliyinə görə. Buna baxın, görün. Bir kolun üstündə hələ ən cavan şəkillərimizin 12, 13 dənə, 14 dənə balası var. Hamısı da ki, dəliləsidir. Mən də əkinçilərə məsləhət bilirəm ki, Araz sortundan istifadə edin. Ən gözəl keyfiyyətli sortdur. İstəyə də damlıdır. Bərəkətli olsun, xeyirli olsun. İnşallah çörəyimizi Allahdan istəyirik. Allah rızımızı bol eləsin. Biz əkinçiləri həmişə ayaq üstə durmağa saxlasın. Çox sağ olun, siz də çəkilişə görə xoş gəlibsiniz. Sizin bu kəndə, bu sahəyə həmişə qonağımızsınız, gözümüzdə yerimiz var. Məhsuldarlığı görürsünüz. Bir budaqda neçə dənə meyvəsi var. Və çiçəklənməsi də öz yerindədir. Biz izləmədə qalın. Hər zaman sizə çeşidlərimiz haqqında ətraflı məlumat verək. Hələlik dostlar.